işin biraz da bu məsələyə dəstək verən tərəf olmuşam. Biraz da məsələni araşdırmaya başladım. 20-ci ildə ABB-də işləməyə başladım strateji ofisində. ABB-nin İnnovasiya Mərkəzinin yaradılışında müəyyən bir töhfəsi olan bir insanam. Orada özümə bir sual verdim. Hər kəs də bu sualı yəqin ki, özünə verir. Və nəticədə həmişə yəqin ki, olubdur, belə negativ olubdur, pessimistik olubdur ki, Azərbaycanda startupçılıq fəaliyyəti niyə uğursuz olub? Niyə belə startuplar orada desək, niyə tutuzdura bilmirlər? Klasik cavab budur ki, bazarımız balacadır, cəmi 10 milyonluq bazardır və s. Müəyyən bir həqiqət payı var burada, amma həqiqət tam olaraq o deyil, maksimum orada 5-10% həqiqət payı var. Məsələn, biraz incəliklərinə getməyə başladım. Başladım bu işin nəzəriyyəsini araşdırmağa və başa düşdüm ki, əslində nəzəriyyədə çoxlu və gizli məqamlar var və hər kəsin uğurla bu işi belə deyək də buraxaraq birbaşa sahibkarlıq fəaliyyətinə başladığına görə də yəni ciddi bir problemlərlə sonra negativ fəsadlarla uğraşmış oluruq. İnnovasiya nədir? Gəlin qısaca özünüzə bu sualın cavabını tapaq. Yəni sanki belə hər kəsin bildiyi bir şeydir, amma bir-iki slayd sonra hər kəsin düşündüyündən zidd bir şeylər göstərəcəm sizə. Yəni belə deyək də, bizim həyatımız müəyyən bir nöqtələrdən ibarətdir. Nöqtələr bildiyimiz gündəlik həyatımızda gördüyümüz, rastlaşdığımız hər bir şeyə deyə bilərik. Məsələn də, yəni avtomobil, ev, dərs, iş, nə bilim, paltar, nə bilim, bu şey, pult, bu proyektdir, bu auditoriya, bu insanlar və s. və s. Yəni, məndən qabaqçı spikerlərdən, hörmətli həmkarlarını da qeyd edərlər, müəyyən bir stereotip ətrafında belə hərəkət eləməyə öyrənmişik, düşünmüşük. Amma və düşünürük ki, həyat elə bu nöqtələrdən ibarətdir. Maşın həmişə 4 təkərdən olar, mən nə bilim, sonra nə deyə bilərik və s. və s. Amma günlərin bir günü bir insan gəlir, deyir ki, başqa bir nöqtələr də var imiş. O nöqtələri görür və aşkar edir. Bu olur innovasiya. Məsələn, bu dediyimin ən əyani təzahürü, belə deyək, ən parlaq bir təzahürü şey qeyd edə bilərəm. Şəxsiyyətinə çox da hörmət eləmədiyim, amma bu işin dahisi olan bir insan var, adı Steve Jobs. Tanıyır onu hamımız. Olmuş. Günlərin bir günü o çağırdı öz mühəndislərini, öz adaşı Steve Wozniak'ı. Dedi ki, gelin bir dənə telefon cavablayın, bir dənə də olsun düyməsi olmasın. Həmin moment bu dahi mühəndislər ki, həqiqətən dahi mühəndis komandası olurdu. Buna biraz qəribə baxıb ki, bilirik, biraz müəllim biraz narkotik aldıqçısı olurdu. Deyirlər, yəqin axşam yenə biraz 100 qram açıq adamıca, dozunu biraz fazla kaçırır. Kompkası telefon mu olar? Deyək, yox, qeyd etcəm. Və hər kəsin bu dəqiq cibində olan, bax, bu kompkası telefondur. Bizim buna bir gizli ehtiyacımız vardı. Buna hidden demand deyirlər. Yəni, yaxşı sahibkar, uğurlu sahibkar. O gizli ehtiyacı üzərindən o gizlilik örtüyünü qaldırıb, onu ortaya çıxardan bir sahibkardır. Məsələn, bizim çox tez-tez rastlaşdığımız, hətta dünən də bir yoldaş gəlib mənə məsləhət istəyirdi bu mövzuda. Sahibkarlarımız adətən kim olur? Startupçılarımız, gənc startupçılarımız. 2 nəfər, 3 nəfər bir dost olur. Biri Bakı Mühəndislik Universitetində proqramlaşma öyrənir, ikinci kursda cavan öyrənirdir. Biri də, nə bilim, Banında oxuyur, yaxşı database-cidir, datacıdır. Deyir ki, gəlin birləşib, bir dənə yaxşı application gəlir. Artdıracaq, 100% artdıracaq. İndənə bu fikir, mənim bu fikrim, yəni onu stat gətirəm o xəyala bir yoldaşın adından, heç kimin ağına gəlmirdi. Deyir, oturaq eləyəklər. Bir-iki nəfər də yığırlar ya da yığmırlar başına. Başlayırlar 1 il, yarım, 2 il buna vaxt itirirlər, pul itirirlər. O ərsəyə gətirirlər, hələ mən uğurlu ssenari deyirəm ki, nə var ki, komanda yolda dağılmadı və final nöqtəsini gəlblə çatdırdılar o application-ı. Çıxarırlar bazara, nə olur? Heç nə olmur. Bunu təzirlərlər, deyirlər ki, bu yaxşı application idi. İnsanlar niyə buna istifadə eləmirlər və adətən ki, bu conclusion bu olur. İnsanların şuuru yetişmir ki, bizim dahiyanə
icadımızın, bizim bu təqdim etdiyimiz xidmətdən istifadə etməyə. Yəni deyib özlərini belə tətmin edirlər, sakitləşirlər psixoloji baxımdan və bu hər gün gördüyümüz bir şeydir, mərhələdir. O məsələn, bu məsələn biraz uğursuzluq nöqtələrinə deyək. Məsələn, uğursuzluqlardan biri odur ki, hər hansı bir işə başlamamışsın, bax, o işə hazırlaşmıyor. Məsələn, mən yanıma gələn yoldaş gəlir öz ideyasını, startup fikrini şifayətdən mənə şey deyir, anlatır da belə, deyir ki, belədir. Mən onu dinlədim, dedim ki, və lazım instansiyalara yönləndirdim onu, yəni əlimə gələn bir dəstək göstərdim təbii ki, və istədikləri birinci şey budur, investisiya. Amma mən sizə inandırıram ki, bu uğurlu sahibkarlıq fəaliyyətində startupçılıqda belə deyək, ən axırıncı lazım olan şey investisiyadır. Yoldaşa dedim ki, tamam, sən gəlmirsən, belə müəyyən bir referenslə gəlmirsən, yaxşı eləmirsən, amma çox yaxşı olardı ki, hansısa bir 3 slayddır, 2 slayddır, mən də 1 slaydlıq bir prezentasiya gələrdim, notebookla gələrdim. Məndə sənin haqqında ciddi bir təəssürat formalaşardı ki, yoldaş hazırlaşıb gəlir. Prezentasiyanı hazırlayanda bir çox hallarda özünün əvvəl dahiyanı görsəndiyi şeylərin də o qədər bir dahiyanı olmadığını özümüz başa düşürük. Yəni bu prosesi hazırlaşırıq. Prosesi hazır gəlməmişdir. Eyni ilə necə ki, siz bugünkü görüşə hazırsız gəlmişsiniz. Bunu bir konstruktiv tənqid kimi qəbul etmənizi xahiş edirəm, yoldaşlar. Belə şey kimi qəbul etməndə, fərdi bir şey kimi qəbul etməndə. Bu dahi bir sahibkar, innovator da belə deyil. Bu nöqtələri bir-birinə birləşdirən insandır. Bu bir neçə nöqtəni bizim heç kimin digərinin ağlına gəlməyən bir nöqtələri bir-birinə birləşdirib, yeni bir şey ortaya gətirən bir insandır. Onun xəyal eləyir, təfəkkür eləyir, müəyyən bir təcrübə toplayır və onun əsasında yeni bir şey gəlir. Yəni, innovasiya nədir? Yeni düşüncə tərzi. Yeni düşüncə tərzi. İşləri fərqli cəhətdən icra eləmək. Bir də növbəti bir yanlış bir təəssürat odur ki, mən bu termini çox sevirəm. Hər kəs elə bilir ki, innovasiya ancaq toka taxılan bir şeylərdir. Elə deyil, tək toka taxılan şeylər innovasiya olmur. Proseslər də innovasiya olur. Biznes proseslər yeni olur. Texnologiya onu zaten bəllidir, dedik. Məsələn, texnologiya özü də yəni tək belə toka taxılan texnologiyalardan bəhs eləmirik. Siyasi texnologiyalar nümunəsi gətirə bilərəm sizə. Mahatma Gandhini yəqin ki, ən azından adını eşitmiş olarıq. Gandhi? Bəli, Mahatma Gandhi. Bu yoldaş Hindistanın belə deyək də İngiltərə, Britaniya müstəmləkəçiliyindən azad olmasına gətirib çıxaran bir yoldaşdır. Hindistanlılar ümumiyyətlə millət olaraq biraz zorakılığa qarşı belə çox da zorakılığa meyilli olmayan bir insanlardır. Yəni, məsələn, biz türklər kimi qılıncımızı çıxaraq, hücum eləyək, vuraq, dağıdaq, belə bir şeylər, ona tam zidd bir fikirdə olan insanlardır. Və belə deyək, mən aşağı yuxarı rəqəmləri səhv edə bilərəm. 1 milyonluq İngiltərə, 2 milyonluq İngiltərə gəlib 1 milyarda yaxın olan, o vaxtla burada az olsun, yarım milyar insanın necə şeyləri, müstəmləkələri, yəni və bu insanlar necə ona tolerantlık göstərdilər. Tamam, günlərin bir gün dedilər ki, bura qədər yaxşı idi, bəsdir, müstəmləkə olur. Gəlin, Mahatma Gandhi dedi ki, gəlin azad olaq. Necə azad olaq? İngilizləri qovaq. Necə qovaq? Yəni, avtomat götürək, qınız götürək, daş ataq, polisə elə bir şey yox. Çünki qarşılıq verib, klassik bir çox inqilabın bitdiyi bir nəticə ilə uzlaşmaq bir ciddi ehtimalı var idi. Adam dedi ki, hamıya dəvət edib, çıxın küçəyə, oturun yerə. Adamlar çıxdılar, bütün əhali çıxdı küçəyə və oturdu. Və hakimiyyət orqanları da bu İngiltərə, müstəmləkəçiləri, bunlara qarşı belə bir növ error verdilər ki, yəni, biz indi bunlarla neyiniyək? Bunlar etiraz edirlər, amma
Etirazında bir raconu var da, niyə bizə daş atmırlar, niyə bizə güllə atmırlar ki, biz də ona qarşılıq. Adam oturub, bu neyim mən? Bu niyə öldürüm, bu niyə döyüm? Tamam, bir qisminə tutdular, türmələrə şeylədilər, göndərdilər. Amma türmələrdə bir şey var da, kapasitesi var. Yəni, yarım milyard insanı sən türməyə göndərə bilmərsən. Və günlərin bir günü Britaniya hökuməti təs etdi. Yəni, geri addım atmaq məcburiyyətində qaldı. Və belə ən azından üzdə olaraq Hindistan oldu müstəqil bir ölkə. Bu yeni bir texnologiya. Texnologiya, innovasiya həmişə sıfırdan icad olunmur. Bir çox hallarda təqlid olunur. Biz sıra hallarda digər sahələrdən öyrənib, oğurlanıb digər sahədə tətbiq olunur. Məsələn, tutaq ki, əgər fikir verirsinizsə, təyyarənin, bir çox təyyarələrin, müasir təyyarələrin qanadın ucu belədir. Sualdan sizi yormayacağım. Səbəbi odur ki, təyyarənin qaldıran qüvvə onun qanadıdır. Yəni, qanadın sahəsi nə qədər böyük olsa, təyyarə bir o qədər ağır yük götürə bilər və ya bir o qədər çox insan götürə bilər. Məsələn, ondadır ki, indi bu problemin nöqtə odur ki, sən qanadı yekə eləyə bilərsən, 100 metr də olsa qanadı qoya bilərsən, amma qanadı necə biləkləsin qorxusan və göydə, havada olanda o qanada ciddi bir fiziki təsir məruz qalır o qanadlar, o qopa bilər. Və bu məhdud bir saplamakdır, materialların müqaməti deyə bir elm var fizikada. Necə eləyək? Bu samolyot təyyarənin uclarına doğru Rus nazavikli indir, Azərbaycan bilmənizə, belə hava belə qurulan olmağa başlayır və qanadı başlayır belə yerlənməyə və qanadı qopmaq ehtimalı var. Və günlərin bir günü bir mühəndis, avia mühəndis şeyə baxarkən, National Geographic-a baxarkən, gör ki, Şahin quşunun uçuşunu seyr edirmiş. Gör ki, Şahin quşu qanadlarını belə edir. Bunun sahəsi uzmanlıq alanı olduğuna görə maraqlı gəlir. Bu Şahin niyə belə tutur qanadını görürsən? Nəysə, belə bir test ediblər, qanadı belə ediblər, bir imitasiya ediblər. Gördülər ki, qanad belə olanda, ucuzlarda olan o zavikliniyə güc şeyi, burulğanı, bəli, hava burulğanı azalır, ciddi şəkildə azalır və qanadımızı yetərincə böyük edə bilərik. Gördünüzmü? Yəni, yenə bir innovasiya gətirildi. Sıfırdan icad olundu, xeyr, təbiətdən bir şey oldu. İnnovasiya nə deyil? Nədir haqqında çoxlu danışılır, amma innovasiya nə deyil? İnnovasiya gündəlik fəaliyyət deyil. Bunu yadda saxlayaq. Mən startupçıyam, yeni bir şeylər icad etməyə çalışıram, yeni məhsul çıxardıram. Sən innovator deyilsən. Bu innovasiya deyil, sən gündəlik işin. Və yaxud mən artişnikəm, yeni application yazıram, süni intellekt tətbiq edirəm və s. Yeni bir şeydə süni intellekt yox. Azərbaycanda heç yox. İnnovatoram mı? Proseslərin optimallaşdırılması deyil. Üzərində çox dayanmayacağım. Research and development, elmi texniki tədqiqat innovasiyada deyil. Bir də infrastruktur innovasiya deyil. Məsələn, mən misal verirəm, Paşa Bankda işləyirəm. Bizim Paşa Bankda olan server infrastrukturu Azərbaycanda ən yaxşı infrastrukturdur. Orada olan serverlər, switchlər, routerlər heç bir yerdə yoxdur. Amerikada bəşər heç yoxdur. HP-dən indicə konveyerdən çıxıb gətirib qoymuş ora. İnnovativdirmi bizim server otağı? Xeyr. Niyə innovativ deyil? Çünki məhdud bir kitlənin, insanların, biznes tərəflərinin maraqlarına xidmət edən bir şeydir o server otağı. İxtira nədir? Dostlar, ixtira ilə innovasiyanın fərqi nədir? İxtira əvvəl mövcud olmayan bir şey yaratmaq məqsədi ilə hansısa bir fəaliyyətdir. İxtiranın özü ixtira oldu. O dərhal innovasiya olur mu? Xeyr. Onun ixtiranın innovasiya çevrilməsi üçün onun geniş kütlə tərəfindən mənimsənməsi lazımdır. Yəni, kommersiallaşma lazımdır. Tarixdə bir çox belə faktlar var ki, çox möhtəşəm bir ixtiralar olubdur, amma innovasiyaya çevrilməkdir. Daha doğrusu çevrilməkdir, amma çox gec çevrilibdir. Bu nədir bilirik də, bu Leonardo da Vinci çəkdiyi bir paraşüt eskizidir. 1600-cü ildə ixtira olunmuş paraşüt. Sada olundu mu? Sada olmadı. Niyə sada olmadı? Çünki tətbiq sahəsi yox idi, yəni lüzum yox idi bunun tətbiqində. Nə vaxt lüzum yarandı? Təyyarələr daha çox aktiv istifadəyə başlayanda, yəni zərurət yandır ki, qəza halında pilot oradan bir şəkildə canlı qurtulsun qəzadan. Paraşütün
istifadə etməyə başladılar. Hansı ki, paraşüt 300-400 il bundan vaxt artıq izə olunmuşdur. Və yaxud belə bir şey, indi deyirik ki, kitar avtomobilləri gəlir, özünü belə rahat şəkildə belə park edir. Yeni texnologiyadır, innovasiyadır. Halbuki, bax, bu maşın, bu avtomobil soldakı 60-cı illər dərəcədə olunubdur. Gəlir özünü rahat təkər döyürdü, belə böyürüstə park edirdi. Niyə tətbiq olunmadı? Çünki zərurət yox idi. Yəni, indiki qədər parkovka yerləri ilə dar, küçük bir alanda parkovka eləmək dərdi yox idi. Gəlir, rahat şəkildə harvestəyirdi, park edirdi. Bunlara baxacağım. Bir də innovasiya mədəniyyəti, dostlar, qısaca bir kəlmə deyib keçəcəm üzərindən. İnnovasiya birinci insanların beynində, şuurunda formalaşmalıdır. Yəni, əgər müvafiq bir kültür ortada yoxdursa, orada innovasiya baş verməyəcəkdir. Yəni, beyin dedikdə, yəni, fərdi insanı da ola bilər, hansı bir şirkətdə də belə əzazi olaraq beyində olmuş ola bilər. Belə bir sevdiyim bir şey var, stat var. Innovation is strategy for breakfast. Pardon, culture. Yəni, sənin bir prosesin normal icra olması üçün birinci beyinlərdə yekilmək lazımdır. Mənim belə bir matrixim var. Hansısa, belə deyək, tutaq ki, şirkətdə bizim, olsun bizim startupda innovativ mühitin kültürel bir mühitində, belə deyək, ölçülməsi üçün sadə bir matrixdən istifadə edirəm. 6 parametrdən ibarət belə bir şeydir. Sol tərəflə sağ tərəf bir-birinin antonimidir. Və mən şərti olaraq belə edirəm ki, 10 rəqəmini bölürəm bu ikisinin arasında. Deyirəm ki, məsələn, AZS-də görək innovasiya fəaliyyəti necədir? Yəni, səhvlərə qarşı, xətalara qarşı tolerantlıq necədir? Əgər düşünürəm ki, AZS-də misal olaraq biraz daha çoxdursa, məsələn, verirəm ona 7 verirəm, 3 verirəm, no toleransı verirəm. Beləcə də axırda bunları toplayanda, onu bunların arasında böləndə cəmdə 100 olmalıdır. 100-ü bölmüş olduğumuz arasında. Baxırıq ki, əgər bu tərəf daha çoxdursa, bu tərəf daha azsa, deməli, innovativ mühitimiz bəncə yaxşıdır, yəni fəaliyyət göstərə bilər, innovasiyalar baş verəcək. Əgər olmasa, əgər bu tərəf daha ağır gəlirsə, məncə innovasiya fəaliyyətinə başlamışdan əvvəl buradakı məsələləri biraz şeyləyək, incələyək. Məsələn, nə edə bilərik? Tutaq ki, məsələn, biz deyirik ki, disiplin eksperimentləşmədən daha çox ağırdır. Burada tutaq ki, 9-u, burada 1-dir. Ona görə də burada daha ağır gəldir. Yəni, eləyək ki, bu eksperiment eləmək mədəniyyətini təşviq edək. İnsan eksperiment edir, eksperimentdə nə olur? Yəni, mütləq həmişə uğurlu olacaqdır. Xeyr. Uğursuzluq olanda da cəzlandırılır mı? Bəli. Gəlin, uğursuzluqlar cəzlandırmıyor və insanlarda belə bir psixoloji əminlik yaradılır ki, mən bunu test elədim, alınmadı, canı sağ olsun, belə bir şey olsun. Bu, mən də, sizin çox maraqlı şeydir, indi bu dəqiqə ona vaxt vermək istəməzdim. Bizim belə deyək də, yəni bir neçə dənə layihəmiz varsa, innovativ layihəmiz, bunlar hansı icraya götürə bilərik? Yəni, İstənilən İqtisad Universitetinin birinci kursunun birinci dərsində keçilən şey bu, tezis bu. Resurslar məhduddur, istəklər qeyri-məhdud. Resurs dediklərdə dostlar, 3 dənə klasik resurs, xatırlayırıq, maliyyə resursu, insan resursu, texnoloji resurslar. Bir dördüncü bir resurs var, hansı ki, son dönəmlər belə elmi tətbiq olmağa başlayırdı. O da şeydir, bilik və bacarıq, know-how. Tamam, mənim pulum var, amma bunu necə edə bilərəm? Pulum var, $1 trilyon var. Təyyarə düzəldə bilərəmmi? Xeyr, düzəldə bilmərəm. Yəni, demək istəyirəm o ki, maliyyə resursu hələ ən sənin innovativ fəaliyyətinin uğurlu qaranti deyil. Bunu unutmayaq. Yəni, uzun sözün qısası eləyə biləcəyimiz işlə məşğul olmaq lazımdır. Haradakı 4-cü resurs o çoxdur. Burada bizim 5 dənə fikrimiz var, 5 dənə fikir. Bunun hansından başlayaq? 5 ilə də eyni vaxtda başlaya bilməliyik. Çünki resursumuz dediyimiz kimi məhdud. Bu şeylə X oxu üzrə investmenti ölçülü. Investment deyil, bu 4 resurs üzrə investmenti deyilir. Vaxt, pul, insan resursları, bir də know-how. Bu Y oxu üzrə də bu şeyin layihənin icrası bizə nə dərəcədə fayda verəcəkdir.
Əgər bizim investment çoxdursa və fayda azdırsa, bunu qoyuruq bura. Və əksinə, əgər az bir investmentlə yuxarı bir nəticə əldə edirsə, qoyuruq bura. Və burada belə bir paylayırıq bu ideyalarımızı bu matrixin içinə. Yaşlı zonada olanla birinci başlayırıq, sonra sarı zona, sonra da qırmızı zona eləmirik. Bir də intrapreneurship-lə hesabkarlıq fəaliyyətinin iki cür sahibkar var. Biz həmişə bilirik ki, sahibkar deyil ki, gözümüzün qabağına şey gəlir. Yəni, hansı bir dənə balaca şirkəti var, 3 nəfərdən, 5 nəfərdən, 5 nəfərdən var, bir şirkəti var. Adətən nəsə toku taxılan bir şey istehsal edirlər. Bu innovativ bir startupdır. Amma sahibkar tək o deyil, sahibkarlıq iki yerə bölünür. Entrepreneurship, bir də intrapreneurship. Biz Alim bəylə bir yerdə oxumuşuq. O cümlədən Hollandiyada bir universitet var, oranı bitirmişik. Təhsilimiz müddətində biz aparmışdılar Hollandiyada çörək zavoduna. Səhv eləmədim. Bizim o kəsilmiş çörəkə var, o nömrə 1. O zavodu istehsal edən zavoda getmişdik. Şəkillər oradan. Bu mənəm. Bu mənəm Alim bəydə buralarda baxacaqsın. Orada da nə gördük? Bu avtomobil, yəni bildiyimiz çörək zavodudur. Amma burada bir avtomobil var. Özü yarış avtomobildir. Özü də sadəcə bir maket deyil, işləyən avtomobildir və regional yarışlarda, yerli yarışlarda dəfələrlə birincilik qazanmış bir maşın. Bunun burada nə işi var? Çörək zavodunun mühəndisləri işdən sonra və yaxud iş vaxtının müəyyən bir qismini ayıraq bu maşını, yarış maşını düzəltmişlər. Sıfırdan özləri. Yəni, belə deyək də, mən indi intrapreneurship-dən danışıram. Intra, yəni daxili. Bəli? Bu artıq odur da maşını düzəltmək. Bəli, bəli. Tək bu olmaya da bilər. Bir çox bizim bugün bildiyimiz, istifadə edildiyimiz məhsulların bir qismi intrapreneurship sahəsində meydana çıxan bir şeylərdir. O cümlədən storage texnologiyaları, cloud texnologiyaları intrapreneurship səviyyəsində develop olmuş bir şeylərdir, məhsullardır. Google'un adından çıxır, amma heç kim bilmir ki, onu Google olaraq səsləmir. Google'dakı John, Vasya, Əhməd, o üçü birləşib bunu şey edibdir, işdən sonra qalıb düzəldirdilər. Və şirkət özü də maraqlıdır ki, bu daxildə intrapreneurship fəaliyyətini təşviq eləsin. Niyə? Çünki bir insanın bir şey var, bir skopu var. Mən işə götürmüşəm, mən database adminəm və yaxud mən çayçıyam, fərqi yoxdur. Mənim işim adı çay dəmləməkdir, mənim də işim adı database yaratmaqdır. Amma bəlkə də bizim ikimizin içimizdə bir yaxşı bir dahi bir mühəndis yatır, hansı ki bu avtomobili düzəldə bilər və yaxud nəsə başqa bir şey düzəldə bilər. Tutaq ki, heç şirkətimiz də nə şirkətdir də olsun, nə bilim, cloud şirkətdir, misal. Amma biz nə düzəldə bilərik? Misal, nə düzəldə bilərik? Notebook düzəldə bilərik, telefon düzəldə bilərik. Şirkət özü, belə deyək, daxili resursların optimal paylanmasını təmin etməklə, əlavə pul verməməklə, sadəcə olaraq insanların, əməkdaşların biraz əlini qolunu açaraq, yumuşaq bir mühit yaradaraq, bu intrapreneurship fəaliyyətini təşviq eləmiş olur. Adətən bunu necə edirlər? 80-20-nə bir qanun var. Şirkətlərin çoxu, belə deyək də, böyük şirkətlər dünyada bunu tətbiq edirlər. 80-20 nə demək? Yəni, mənim şərti olaraq iş saatını rahat olsun deyə 10 saat götürsək, 8 saat şirkət üçün işləyirəm, 2 saat da özüm üçün işləyirəm. Yəni, tutaq ki, və yaxud 8 iş saatını bölürük, 6 saatını tutaq ki, bu birbaşa öz vəzifə ödələrimi icra edirəm. 2 saatda öz, belə deyək, şeyimi, hobbim üzərində işləyirəm. Yaxşı bir nəticə mütləq çıxacaqdırmı? Belə bir şey yoxdur, zəmanət yoxdur. İnnovasiya bərabərdir risklilik. Yəni, innovativ fəaliyyət 90%, 95% hallarda uğursuzluqla bitir. Bu da normal bir şeydir. Amma sadəcə olaraq belə bir ehtimal var ki,
o 10% ehtimal əgər şey eləsə, baş versə, biz ciddi uğur qazanmışıq, milyoner oldular. Entrepreneurship-də, yəni bizim bildiyimiz o barədə çox köhnəlmək istəmirəm bu sahəyə. Sadəcə fərqi odur ki, intrapreneurlərin qərar vermə şeyi, məsul öhdəliyi, səlahiyyəti biraz daha az olur. Amma bunlar psixoloji baxımdan daha rahat olurlar. Necə rahatdır? Yəni, Allah bilir ki, garanti mən ayın sonunda maaşımı alacağım. Maaşım var, sığortam var. Mən burada bir iş görürəm, nə bilim, telefonu düzəldirəm. Amma düzəlməsəm nə olacaq? Heç bir şey olmayacaq. Yəni, canım sağ olsun. Maaşımı alacağım günün sonunda. Entrepreneurlərin üstünlüyü ondandır ki, qərar vermə şeyləri, səlahiyyətləri daha geniş olur. Nə istəyirəm onu edirəm, nə vaxt istəyirəm onu da edirəm. Bu biraz çox vaxt sui-istismar da gəlir. Mən saat 9-da işə gəlmək istəmirəm. Ona görə işdən çıxıram, AZS-dən çıxıram, gedirəm, özüm şirkətimi açıram. Olaram entrepreneur. Niyə entrepreneur oluram? Çünki saat 12-də işə gəlmək istəyirəm. Bu uca sui-istismardır. Amma sən 12-də işə gəlib, gələ də bilərsən. Ona görə sən heç kimi üçün deməyəcək, töhmət verilməyəcəkdir. Riskli məqam odur ki, ayın sonunda dəqiq maaş almayasan və bəlkə də qazanacağın xeyir də, gəlir də biraz dumanlıdır. Bir ildən sonra qazana bilərsən, 1 milyon qazana bilərsən bir ildən sonra, amma 0 da qazana bilərsən bir ildən sonra. Bu, yəni, entrepreneurlər risk iştahası biraz daha böyük olmalıdır. Risk taker deyirlər də onu. Təxminən bu qədər. Dostlar, vaxtını çox sui-istismar eləmək istəmirəm mən də. Suallarınız varsa bu barədə qısaca cavab verməyə çalışıram.